Salam, 21 dekabr 2025-ci il uğur kurslarında keçirilən buraxılış imtahanı 2. 11-ci siniflər üçün nəzərdə tutulmuş riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız, sualda şərtlər görünür. D1, D2, D3 düz xətləri paraleldir. ABC bucağı 100, YDS bucağı 115 dərəcədir və CB-nin tənbürən olduğunu deyib, alfa bucağı bizdən soruşur. Fərqli üsullarla bunu işləyə bilərsiniz. Mən burada D, yəni bu D2 düz xətdən uzadıram bu şəkildə, paralel olaraq. Yuxarıda gördüyümüz bucaq 100 dərəcədirsə, onda bu içəridəki bucaq da 100 dərəcə olacaq. Çünki bunlar uyğun bucaqlardır. Həmçinin 115 dərəcəli bucağı görürük. Onda bu içəridə qalan bu, belə deyək, bu x yazıram bura. Bu x bucağın, bu 3 bucaqsın, rəynədiyim 3 bucaqsın, x bucağını tapmaq olar. 115-dən 100 dərəcəni çıxaram, qalar 15 dərəcə. Əgər bura 15 dərəcədirsə, onda bunun yanındakı bucaq da 15 dərəcədir. Çünki BC tənbölən idi. Bunu niyə yazdıq? 3 bucağın bir xarici bucağıdır bu 115. Ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Sonra nə edə bilərik? Bura ümumilikdə oldu 30 dərəcə. Bax, bu bucağı rənglədiyim bucaq oldu 30 dərəcə. 30 dərəcədirsə, onda buradakı bucağı da biz tapa bilərik. Bax, bu nöqtə qoyduğum bucağı da tapa bilərik. Necə tapa bilərik? Yenə də buna bir misal üçün y yazsaq, 30 üstə gəl y. Yenə də 2 daxili bucağın cəmi xaricdə qalan 115 dərəcəli bucağı verəcək. Bax, bu 3 bucağın 2 daxili bucağı y ilə 30 dərəcə, xaricdə qalan 115-i verir. Buradan y bərabərdir. Deməli, 85 dərəcə. 85 dərəcədirsə, bunun qarşılıqlı bucağı da 85 dərəcədir. Alfa bucağı ilə 85 dərəcəli bucaq uyğun daxili bir tərəfli bucaqlardır. Bunların da cəmi 180 dərəcədir deyə. Alfanı biz buradan tapırıq. Ondan 5, 5. 17-dən 8, 9, 95 dərəcə B variantı. Fərqli üsullarla yenə deyirəm, bunu işləyə bilərsiniz. Növbəti sual bərabərsizlikdir. Yazırıq x-6 vurulsun. İkinci mötərizəyə diqqətlə baxsaq, bunun kökləri 5 və 6-dır. Yəni vuruqları x-5, x-6 şəklindədir. Biraz səliqəli yazsaq, bu olur x-6-nın kvadratı vurulsun x-5 böyükdür 0. İntervallar üsulu ilə yazsaq, yəni köklər 5 və 6-dır, heç biri daxil deyil. 6-dan böyük qiymət versək, bu ifadə müsbət olar. 5 ilə 6 arasında bir qiymət versək, bu ifadə yenə müsbət olar. Çünki kvadrat var orada. 5-dən kiçik 4 versə, ifadənin qiyməti mənfi olacaq. Bizdən müsbət qiymətləri soruşur. Cavabımız 5-dən 6-ya qədər, birləşmə 6-dan müsbət sonsuzluğa qədərdir. Ən kiçik tam, daha doğrusu natural həll soruşur. Burada 7-dir, ən kiçik natural həll. 5 ilə 6 daxil deyil. Növbəti sualımız bu ifadəni sadələşdirmək üçün birinci kəsirin surət və məxrəcin qoşmasına vuraq. Yəni, 1 bölünsün kök altda 8 plus kök altda 7-nin surətini də, məxrəcini də vururam. Kök altda 8 çıxılsın kök altda 7-yə. Surətdə olur kök altda 8 üstə gəl kök altda 7. Məxrəcə fikir versək, a plus b, a minus b olduğu üçün a kvadrat çıx, b kvadratdır. Yəni 8 minus 7 verir bizə. O da 1-dir. Olur kök altda 8 üstə gəl kök altına 7. İkinci kəsirin də surət və məxrəcini vururuq məxrəcin qoşmasına. Yəni kök altda 7 minus kök altda 6-ya. Surətdə kök altda 7 minus kök altda 6 olur. Məxrəc yenə də bizə 1 verir. Bu da olur kök altda 7 çıx kök altda 6. Bizdən bunların cəmini soruşurdu. Diqqətlə baxaq, bu ifadələrin cəmində nə baş verir, nəyə səhv etdik? Kök altda 8 plus 7 yox, üzr istəyirəm. Burada 8 minus 7 idi. Burada bax, burada minus 7 idi. 7-lər islah olar, qalar kök altda 8 çıxılsın kök altda 6 D variantı. Növbəti sualda kəsirin surətində ilk iki ifadədə x kubu mötərizə xaricinə çıxarsaq qalar x plus 1 çıxılsın. Mənfini mötərizə xaricinə çıxarsaq qalar x plus 1. Məxrəcdə də a kub minus b kub ya da ki, heç ehtiyac yoxdur. X kub minus 1-i saxlayıram. Kəsirin surətində x plus 1-i mötərizə xaricinə çıxarsam, qalar x kub minus 1. Burada əmsal 1 olduğu üçün. Məxrəcdə də x kub minus 1. X kub minus 1-lər ixtisar gedər. Doğru cavab x plus 1 olacaq. Növbəti sualımız. Bu ifadədə biz nə edirik? X-a burada 3k,
y-ə 2k, z-yə də 5k deyə bilərik. Onda verilən bax bu ifadədə hər birinin yerinə yazaq. Z-nin yerinə biz 5k yazsaq, 2-ni 5-ə vursaq olar 10k. Y-in qiyməti 2k-dır. Çıxılsın. X-in də yerinə biz 3k yazsaq, 3 üçün 9k olar. 12, 12-dən 9 çıxanda 3k bərabərdir 15. K-nın qiymətini biz 5 tapırıq. Bizdən Y-i soruşur. Y-dəki bizdə 2k-dır deyə 2-ni 5-ə vururuq. Doğru cavab 10. 36-cı sual. Bərabər yanlı üçbucaqda AB AC-yə bərabərdir. Yəni bu bərabər yanlıdır. ADB 60 dərəcədir. AD 4-dür, DC 3-dür, BD-ni bizdən soruşur. Bərabər yanlı üçbucaqda bir təpə nöqtədən oturacağa perpendikulyar endirək. Oturacağa perpendikulyar çəkirik. Bu gördüyümüz üçbucaq düzbucaqlı üçbucaq olur. 60 dərəcə bir iti bucaqdırsa, onda yuxarıdakı təpə bucağı olacaq 30 dərəcə. Və bu üçbucağın hipotenuzu görürük 4-dür. 30 dərəcəli bucaq qarşısındakı bax bu katet hipotenuzun yarısıdır. 4-ü bölürük 2-yə, olur 2. Sonra biz bilirik ki, əlavə olaraq bərabər yanlı üçbucaqda oturacağa çəkilən hündürlük həm də mediandır. Yəni buradan bura qədər olan parça, buradan bura qədər olan parçaya bərabərdir. 2 üstəgəl 3 5 idi. Elə burada olacaq 5. Bizdən x-i soruşuruq sadəcə. X BD-dir. B-dən D-yə qədər. Yəni 5 üstəgəl 2 7 olacaq doğru cavab. L-Venn diaqramında ABC çoxluqları verilib. Nə soruşur bizdən? A ilə B-nin kəsişməsi fərq C. Yəni A ilə B-nin daha doğrusu birləşməsində olsun. A ilə B-də olsun. C-ni çıxırıq. Bax bu hissəni çıxardırıq buradan. Yerdə qalır ABC. C variantı. A ilə B-nin birləşməsində var. C-də yoxdur. İki bacının yaşları cəmi 30-dur. İki bacının yaşları cəmi 30-dur. Birinci bacı olsun, ikinci bacı. Birinə x desək, o birinin yaşı 30 minus x olur. Baxaq. Kiçik bacı, böyük bacının, bu olsun kiçik bacı, bu da olsun böyük bacı. Kiçik bacı, yəni x. Böyük bacının yaşına gəldiyində, yəni onun yaşı 30 minus x olanda, böyük bacının yaşına gəldiyində, böyük bacı 24 yaşında olacaq. Həmin vaxtı böyük bacı 24 yaşındadır. Kiçik bacının hazırki yaşı neçədir? Demək, bunu biz necə işləyə bilərik? Buradan bura keçən il, elə buradan bura keçən ilə bərabərdir. Yəni biz 30 minus x-dan x-i çıxsaq, yəni bu yaşdan bu yaşı çıxsaq, bu yaşdan bu yaşı çıxsaq, bərabər olacaq 24-dən çıxmış olaraq 30 minus x-i. Eyni qədər fərqlənir də, buradan bura keçidlər eynidir ona görə. Mötərizə açılsa olar 30 minus 2x bərabərdir. Mənfi 6 üstəgəl x. Mötərizələri açıram. X-lər bir tərəfə yığılsa 3x bərabər 36, x bərabər 12 alınır. Bizdən kiçik bacının hal-hazırki yaşını soruşur. Kiçik bacının hazırki yaşı ilə 12 idi. Cavab B variantı. X demişdik ona. Trapesiyada BC-ni verib 8, AD-ni verib 18, MM parçasının uzunluğunu soruşur. Bu hazır bir qaydadır. Əvvəla BC AD-yə paraleldir. Deməli bu trapesiyadır. AK BK-yə bərabərdir. CL də DL-ə bərabərdir. Onda bu KL orta xəttdir. Orta xətdirsə onda hazır MM parçası üçün qaydamız var idi. Oturacaqlar fərqinin yarısı 18-dən 18 çıxıb 2-yə bölürük. Tənliklər sistemindən x, y hasilini soruşur. Birinci tənliyi biz 4-ə vursaq, olar 48x, çıxılsın 4y bərabərdir 68. İkinci tənliyi olduğu kimi saxlayırıq. Bu tənlikləri alt-alta toplasaq, olar 51x bərabərdir. Deməli, 6 üstü 9 da 1, 10. X-i tapırıq 2. X 2-dirsə, birinci tənlikdə yerinə yazsaq, bax bu tənlikdə olar 24 çıxılsın, y bərabərdir 17, y-i də tapırıq 7. X var, y var, hasili 14-dür. 41-ci sual. Hasilin 0 olması üçün ortada vurma var da, hər bir vuruğu 0-a bərabər edirik. Bu tənliyin bir kökü 3-dür, bir kökü -3-dür. Həmçində kökün içərisində
0-a bərabər edirik. Köklər cəminin ilk baxışdan -1 olduğunu görürük D variantı. Amma biz -3-ü aparıb kökün içərisində x-in yerinə yazsaq, kökün altı mənfi olar. Bax, bu kənar kökdür. Onda bizim köklərimiz 3 və -1-dir. Bunların da cəmi bizə 2 verir Y variantı. M müsbət, N mənfi ədəddir. M müsbət ədəddir, M mənfi ədəddir. Hansı ən kiçikdir? Deməli, hansı ən kiçikdir bu ifadələrdən? C variantı olar. Niyə görə? N mənfi ədəddir, M də müsbət ədəddir. Biz mənfi ədəddən çıxsaq müsbət ədədir, bunun surəti mənfi eləyər. A variantına fikir verək. M-N. M müsbətdir, N mənfidir. Müsbətdən mənfi ədədə çıxanda müsbət olur. Yəni bu ifadə müsbət qiymət aldı. 2-ni müsbətə böləndə müsbət. Eyni ilə burada da M-dən N-i çıxanda müsbət olur. Məxrəc də müsbətdir. Bu ifadə elədi müsbət. Y variantında da M müsbətdir, N mənfidir. Vuranda mənfi eləyir. Qarşıdakı mənfiyə görə ümumi ifadə oldu müsbət. B variantında da yenə M-dən N çıxanda ifadə müsbət olacaq. Doğru cavab C variantı. Bir il ərzində şam ağacının boyu 40% artaraq 2,1 metr oldu. Deməli, ilkin faiz 100%dir. 40% artıbsa olub 140%. Bu vaxt hündürlüyü olub 2,1 metr. Əvvəldəki hündürlüyü soruşur. O da 100% idi. İlin əvvəlindəki faiz 100% idi. 100-ə x. X-i tapmaq üçün 100-ü 2,1-ə vursaq 210 bölürük 140-a. İxtisar getsə 7-yə bölsək 3/2, yəni 1,5. Deməli, biz kəsirin surətində B4-ü elə mötərizə xaricinə çıxarsaq, qalar 1 minus Q kvadrat. Çünki bilirik ki, B6, B4 vurulsun Q kvadratdır. Həmçinin məxrəzdəki B10-da B8 vur Q kvadrat kimi yazıla bilər. Məxrəzdən də B8-i mötərizə xaricinə çıxarsaq, qalar 1 minus Q kvadrat. İxtisardan sonra B4-ü B8-ə bölmək. B8-i B4-ə bölsəydi Q üstü 4 alınardı. Amma tərsi olduğu üçün bu 1 böl Q üstü 4-dür. Onda cavabımız Q 4-də 1-dir deyə 4-də 1 üstü 4 256-da 1 eləyir, amma tərsidir. Ona görə 256-dır cavab. 45-ci sual. AB-nin BC-yə perpendikulyar olduğunu deyib. AB 6-dır. AM 10-dur. Yəni bu hipotenuz 10-dur. Onda biz buradan BM-i tapa bilərik Pifagor teoremi ilə. Onlar 10-un kvadratı çıxılsın 6-nın kvadratı. Bu da bizə verir 8. BM-i biz 8 tapırıq. MD 4-dür. Şəklin üzərində qeyd elədim. MD 4-dür. MC parçasını soruşur. Çevrə üzərində 2 vətər kəsişib. Onda belə bir qaydamız var idi. AM vurulsun MD bərabərdir. BM vurulsun MC. Kəsişən vətərlərin xassəsi. Biz də bilirik ki, AM 10-dur, MD 4-dür. Sonra BM 8-dir, MC-ni bizdən soruşur. X 14-ün 48-ə bölsək 5. 46-cı sual. XY verib bu ifadənin qiymətini soruşur. Diqqətlə baxsaq, bu ifadə hazır 3x minus 4y-in kvadratının açılışıymış. 3x minus 4y-in kvadratının açılışıdır. Bu da bizə verir 3 vurulsun. X-in yerinə 5-dən müştəbili düzgün olmayan kəsirə çevirirəm. Olur 5 3-ün 15, o da 1 16. Çıxılsın. Y-in də yerinə, yəni bunu düzgün olmayan kəsirə çevirsək olur 4 4-ün 16, o da 3 19 kvadrat. 3-lər ixtisar gedir, qalır 16. 4-lər ixtisar gedir, qalır 19 kvadrat. Mənfi 3-ün kvadratı 9. Ədədlərinə böldükdə qalıqda 1 alınan ən kiçik çox rəqəmli natural ədəd. Biz bura nə edirik? Bunların əkobun tapıb 6, 7, 8, 9. Qalıq 1 alınarsa üzərinə 1 gəlirik. Deməli, burada biz 6, 2 vur 3-dür. 7 elə 7-dir. 8-i 2-nin kubu yazırıq. 9-u 3-ün kvadratı yazsaq. Əkobu tapmaq üçün nə edirik? Qüvvəti böyük olanı götürsək 2-nin kubu. Vurulsun burada əlavə olaraq 3-ün kvadratını qoşuruq. Bir də 7-ni. Bu bizə verir 504. Üzərinə də qalığı gəlsək 505. 48-ci sual. X-in şərti verib 2-dən 5-ə qədər. Onda bu ifadə bərabərdir. 2 vurulsun. X müsbət ifadə olduğu üçün moduldan özü kimi çıxır. Üstəgəl
x minus 2. X 2-dən böyüdü deyə müsbətdir və moduldan özü kimi çıxır. 3 vurulsun. X minus 5. Burada 5x-dan böyük olduğu üçün moduldan 5 minus x çıxacaq. Onda mötərizəni sadələşdirib atsaq. 15 çıxılsın 3x. 2x, 1x, 3x. 3x-lar islah oldu. Mənfi 215, 13 alınır. 49. Bu sualda biz hətta bunu bu kök bölməni kəsr xətti ilə də yaza bilərik. İxtiyarımız var. Yəni bunu buradan silək. Kəsr xətti ilə yazaq. Ayrı-ayrı kəsrlərdə yaza bilərik. Kök altda 300-ü 3-ə bölsək kök altda 100. 27-ni 3-ə bölsək kök altda 9. 363-ü 3-ə bölsək 121. 100-dən kök 10 çıxır. 9-dan 3. 121-dən 11. 13-dən 11 çıxanda cavab 2. Katetləri 6-8 olan katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın ən böyük və ən kiçik hündürlüklərinin cəmini tapın. Düzbucaqlı üçbucağın ümumiyyətlə üçbucağın 3 hündürlüyü var. Düzbucaqlı üçbucağın hündürlüklərindən ikisi elə onun katetləridir. Biz bilirik ki, Pifaqor teoreminə görə bunun hipotenuzu 10-a bərabərdir. Üçüncü hündürlüyü isə hipotenuza çəkilən hündürlüyüdür. O da ki, katetlər hasili böl hipotenuzdur. 6 vur 8 böl 10. Yəni 4,8. Ən böyük və ən kiçik hündürlüklərinin cəmi. Ən böyük hündürlüyü 8-dir, ən kiçik 4,8-dir. Doğru cavab 12,8. 51-ci sual. Bu tənliyin böyük kökünü soruşur. Nə edirik? Mötərizəni açaq. 2 vurulsun. X kvadrat üstəgəl 8x üstəgəl 16 bərabərdir x kvadrat plus 6x plus 9 üstəgəl 43. Mötərizəni açsaq 2x kvadrat plus 16x plus 32 bərabərdir 6x plus 52. 43 üstə 9 gəldi. Bütün ifadələri bir tərəfə yığsaq 2x kvadratdan x kvadrat çıxarıq. X kvadrat 16x-dan 6x çıxanda müsbət 10x. 32-dən də 52 çıxanda mənfi 20 bərabər 0. Belə olur da. Deməli, burada biz diskriminantara gedə bilərik. Və yaxud belə eləyək. Bu hissə bizə verir x plus 5-in kvadratı çıxılsın 25, çıxılsın 20 bərabərdir 0. Alınan x plus 5-in kvadratı bərabərdir 45. 45-i də 9 vur 3 yazsaq. Bir dəfə x plus 5 bərabərdir 3 kök altda 3 müsbət. Bir dəfə də x plus 5 bərabərdir mənfi 3 kök altda 3. Buradan alınır 3 kökdə 3 çıxılsın 5. Bu bir kökdür. Bir dəfə də mənfi 3 kökdə 3 çıxılsın 5. Bu da ikinci kök. Bizdən böyük kökü soruşur. Cavab budur. Yəni 3 kökdə 3 minus 5. Və yaxud diskriminantında yazmaq olar. İlin hansı fəsilini ən çox sevdikləri haqqında sorğuda 90 şagird iştirak etdi. Onların 20% qış dedi. Deməli, qış deyənlər 90-ın 20%-dir. 90 vur 20 bölü 118. Qalanların 50%. Qalan nə qədərdir? 90-dan çıxıram 18-i, 72 nəfər qalıb. Payız fəslin isə deyənlər qalanların 50%, yəni 72-nin 50%, yəni yarısı 36 nəfər payız deyib. Yaz və yay qaldı yerdə, yaz və yay. Onları seçənlər 5 böl 4 nisbətindədir. Ümumilikdə 18 ilə 36-nı toplayırıq. 54 nəfər seçib. Yerdə qalıb 90 çıx 54, yəni 36 nəfər qalıb ələ. Bunlar yay ilə yazı seçəcək. 5 böl 4 nisbəti olduğu üçün 5k üstə gəl 4k bərabərdir həmin 36-ya. 9k bərabərdir 36, k-nı tapıram 4. Onda yaz fəsli olacaq 5k, yəni 5 vur 4-ü 20. Yay fəsli isə 4k-dır. 4 vurulsun 4, o da 16. Artıq bütün fəsilləri seçənləri gördük. Çevrənin diametrinə perpendikulyar olan vətər, çevrənin bu olsun diametri, mərkəzdən keçdi. Perpendikulyar olan vətər, baxın bu da vətərdir, ona perpendikulyardır. Çevrənin diametrinə perpendikulyar olan vətəri
Onu uzunluqları 2 və 20 olan parçalara bölür. Yəni bura 2-dir, bura 20-dir. Vətənin uzunluğunu soruşur. Belə deyək, bura A olsun, bura B olsun. AB vətənini bizdən soruşur. Qaydamız nə idi? Vətərə perpendikulyar olan diametr həmin vətəri yarıya bölür. Yəni bura bir x-dırsa, bura da x-dir. Onda kəsişən vətərlərin xassəsi belə idi. X vur x bərabərdir 20 vur 2. Buradan x kvadrat bərabərdir 40-a. Bunda 4 vur 10 yazsaq, 4 vur 10 yazsaq 4-dən kök 2 çıxır. 10 qalır kök 6. Ümumilikdə AB-ni soruşduğu üçün 2 dənə x-dir bu. Yəni 2 dənə 2 kökdə 10. Doğru cavab 4 kökdə 10. 54-cü sual. Bunun açılışını yazaq burada. AB özü 10A üstəgəl B-dir. BA isə 10B üstəgəl A-dır. Bölünsün 4 bərabər. Bu 10A plus A-dır, yəni 11A. Surətdə yaranır 11A üstə 11B böl 4 bərabər 11A. 11A üstəgəl 11B bərabərdir 44A. 11B bərabərdir 33A. Hər tərəfin 11-ə bölsək, B bərabər 3A alınır. AB ədədinin ən böyük qiymətini bizdən soruşur. Artıq burada qiymət verməliyik. Biz A-ya 1 versək, B olacaq 3 1-in 3. Söhbət buradan gedir. A-ya biz 2 versək, B olacaq 3 2-nin 6. A-ya 3 versək, B olacaq 3 3-ün 9. A-ya 4 versək, B olacaq 12. Da bu da mümkün deyil. Çünki bunlar tək rəqəmli ədədlər. Bu 2 rəqəmli oldu. AB ədədinin ən böyük qiyməti görünür ki, 39 imiş. Doğru cavabımız. A3, B9 olandır. Kökləri bu olan çevrilmiş kvadrat tənliyi qurun. Əvvəla çevrilmiş kvadrat tənliyi x kvadrat plus px plus q bərabər 0 şəklində olmalıydı. Yəni A əmsalı 1-dir. x1 kök altda 18-dir. 18-i 9 vur 2 yazsaq, bu 3 kök altda 2 deməkdir. x2 də mənfi kökdə 2-dir. Viet teoreminə görə köklər cəmi ikinci həddin əmsalının əksinə bərabərdir. Köklər hasili isə q-yə bərabərdir. Onda yazarıq x kvadrat. Bir dəqiqə, əvvəl kökləri toplayaq. Yazaq x1 plus x2 bərabərdir 3 kökdə 2 üstəgəl mənfi kökdə 2. Bu bizə verir 2 kökdə 2. Köklər hasili isə 3 kökdə 2 vur mənfi kökdə 2. Bu da bizə verir mənfi 6. Onda kvadrat tənliyimiz belə olacaq. X kvadrat. 2 köklər cəmi 2 kökdə 2-dir. Onun əksi yazılır. Mənfi 2 kökdə 2x. Köklər hasildə mənfi 6-dır. Bərabərdir 0. Bu da oldu bizim kvadrat tənliyimiz. 55 sual izah. Yəni 55-ci sual izah etdik. Bu qədər. Sağ olun.